Artıq qış gəlib, papağımı geyinmişəm. Çox soyuqdur. Hələ şubalarımı geyinmirəm. Hələ ki belə. Nəhayət gəldim, çıxdım işə. Güzgü varken papağımı çıxdım. Oldu 9:41. Gözlüyür ya. 2 dəqiqə 2. Anonsla başlayacağıq. Burada 3 dənə anons var. Bəli. Efir bitti. Qısqamı sırası geyindim, qaçım evə. Bizim məsələn o uşaqdan ne verirlərdi? Ata veriliş gedir. Gözgüdə gələm, baxım saçım nə gündədir. Evə gələn verilişi gedir. Canım efirdə. Neyse, gedim evə. İkinci mərtəbədir bura. Baxçadan tez gətirdim, evə gedir. Rəhim, mama sənə nə gətirib? İşte mama nə gətirib sənə? Göstər. Ne var cibində? Göstər. Wow. Nədir o? Cibinə qoyur. Əlindəki nədir? Göstər onu. Mama hardan gətirib sənə? Mama da. İşdən gətirdi. Yeyirsən? Kinderi yeyirsən? Gəl. Olaca bir kargom var idi, onu götürməyə. Neçə vaxtı gözləyirəm? 20 gün olar. Xərki gəldi, çıxdı. Məhəlləmizə gətirirlər. Kargo buradadır. Ərlər öz binamızın altındayım, düz bəzdədir. Hava ilə soyuqda ya Allah. Necə soyuqdur, buz deyil, buz. Gəl tez qaçaq Rahim, dondum. Demək, kargolarımız gəlir. Bu Temudur və Trendyoldur. Temudan görək nə gəlib. Bunları Turazın hazırlayır. Sonra ne gəlib? Nədir? Burada bəzi şeylər var. Al, məski çorablar zakaz edir. Bir şey. Bu saat üçün. Kral öz saatına kəmər zakaz edir. Qara rəngdə. Nədir? Nilaya naşnik. Nilay üçün naşnik zakaz verir. Böyle bir şey. Bir neçə günlük tıkıracaq. Mama, buna ne? Naşnikdir balam. Bu nasıl? Dur alalım. Burada her bir eve lazım olan bunun yoluna ses gözlüyordum. Niye? Bu bize lazımdı. En çok çamlık. Kışta Bu lazımdı. telefonda. Aa, bu kabellidir. Bu karbeti ne? Ne karbeti? Ne? Bize de bu dizaret kaçırdı zakaz verenler. Ama bunun ucunda bu tokla işleyir. Bu top istediği. Tifti aparatı. Ne istediği? Teymurun belə şeylər zakaz verəsən məncə. Geyimlər elə yaxşı olmuş mənim fikrimcə.
Bu kadar. Burada ne var? Böyle koyayım. Vloglarımın birinde demiştim. Tapdım. İnternet yoldan sakız verdim. Bunu ayrıca çekeceğim. Çölde güzel bir kar yağır. Ancak bilinmir ki sabaha böyle olacak. Dağlarda ama deməli düşbəri hazırlayıram, xəmirin yoğururam. Əvvələn çəkməyi unutmuşam. Bilmirəm siz necə hazırlayırsınız. Mən bir yumurta vururam, duz vururam, bir də ilıq su ilə belə xəmiri yoğururam. Burada da əti çəkmişəm. Ədviyalarını da vurmuşam, hazırdır. Dənə qalıb xəmiri eləmək. Xəmiri yoğurum, sonra hazırlayacağım. Hazırdır, indi kündələr edirəm. Sen balaca yerim. Yapıştı biraz elime. Bence bu boyda yaxşı olar. Bilmirəm. Bu dərəcədə də düşbərəciyində profesional deyiləm. Ancaq ən azından alınma düşbərələrdən yaxşı olur. Bence belə balaca eləmək lazımdır. Bilirkədir. Dostumu düşməni tanıya bilmirəm. Hem şeyle değiller. Başlayaq. Bir qalsın burada, biri qalsın burada. Başlayalım. Əslində mən sərgəli yaya bilmirəm. Ama çalışdığım qədər. Belə eləyim. Hamısını eyni eləyə bilməsəm də, nə bilim, belə kəsdim də axırı ki. Əti deyəsən yekə qoyuram. Mən bir dəfə almışdım, burada təndir yeri var. Kilosu 14 manat idi, 15 manat idi. Xoşuma gəlmədi, çünki başqa vaxt özüm hazırlayıram. Onda istədim ki, hazır alım da, nəsə özümə əziyyət vermək istəmirdim. Gətirdim, bişirdim, dadı o deyildi qətiyyən. Elə bil ki, qarın içlik deyirlər, onu maşından keçirdib, ədviyalayıb qoymuşdular içinə də, yəni ət dadı yox idi konkret. Ondan sonra iyrəndim, çox pis iyrəndim. Daha dedim ki, bundan sonra düşbərə alan deyiləm, ancaq evdə özüm bişirəcəm. Başlayıram düşbərələri bükməyə. Nə krasivadır? Bu nədir? Düşbərə. Düşbərə? Hə. Bax. Rahim, sən nə hazırlayırsan Rahim? Mənə. Nədir o? Mənə. Nə? Mənərəm. İstədim pizza eləyirəm. Pizzadır. Yox. Bəs nədir? Bitti. Mən belə bükürəm. Mən kim necə bükür? Çox adam su qaynadır, içinə düşbərə atır. Ancaq mən soğan doğramıram, tövqadan keçirdirəm ki, əriyib yoxa çıxsın da, yəni bilinməsin, o qub qalmasın suda. Mən belə eləyirəm. İndi baxıram ki, çox adam suya tökür, suyu qaynadır, abi içini püsür. Sarkı üstüdə əlavə edir, atır içinə. Ancaq mən belə kömür soğan eləyirəm. Bunu qoyacam soyuducuya, bu qədər artıq oldu. Bunu da bişirəcəm indi. Gördüğünüz kimi qaynayır, düşbərələri əlavə edirəm ora. Burada da piroq edirəm, 1000 dənə işi birdən görürəm. Mən bu xasiyyətim olmuyor. Düşbərə hazırdır. Nanəsini də tökdüm, əladır. Bura yığmışdım. Gördüm gəlib onu
Bura göyərçəndir. Dedim ki, acıqdır. Buraya qoymuşam. Tural çəkib ki, yeyirlər. Təzdən gəliblər. O birisine vermirmiş. Tək yeyirmiş. Şimdi o tarafa da qoyulsun. Belə də sətmişəm. Mənim göyərçənlərim. Bir kilo pesoba 2 stəkan süt tökdüm. Bir də vanil əlavə eləmişəm. Bir şeyə yaxın qoz əlavə edəcəm. Qarışdırım. Mama həmişə eləyirdi. Bizim evdə ümumiyyətlə alınma yeməklər az olubdu da. Yəni ev üsulundan çox istifadə eləmişik. Amma deyirlər, indi qidalar belə ziyanlı. Hər şeyin təbiisi yemişik də. Amma mamam məsəl üçün təzyiq xəstəsi oldu. Düzdür, o xəstəliklər irsi olur. Həqiqətən də var onlarda. Mamam tərəfdə var təzyiq, ürək xəstəliyi var. Ancaq atam da məsəl üçün xəstələndi. Düzdür, mamamdan sonra oldu. Var idi əvvəllər açılan. Həkimə getmişdi, heç bir şey deməmişlər. Amma problemi mamadan sonra özə çıxdı. Yəni təbii şeylər yerdə, konkret heç vaxt alınma biçeyini almaz da, tam bizə tort olmaz da, alınma. Həmişə alıb gətirirdi, mama dedi ki, sən özün pişir. Mamam da belə şeylərə çox yaxşı idi. Olsun, yağdır, süddür, hamısı təbii yemişik də. Ancaq mənim atam xəstələndi. Ona görə də idaya o qədər də önəm vermirəm. Artıq önəm vermirəm. Boş şeylərdir. Kimin alnında nə yazılıbsa, o da olacaq. Əsas odur, insanı xəstə salan, düşünürəm ki, əsəb stres salan, başqa bir şey deyil. Qidadan ziyan gəlir, elə insanlardan gəlir, insanların yaşatdıqlarından gəlir, başqa bir şeydən gəlmir. Nəysə, qəndimiz pişsin. Bunu da xodun alalım. Çox belə gür qoymuşam. Zəif xod olmalıdır. Zəif xodda qaynasın. Bizi niyə dondurursan? Ört də bu qapını. Bağla qapını, Rahim. Ay Allah, bu soyuqda açır pəncərəni, dondum. Burada da bir qənd pişirirəm. Gözləyirəm. Ötürərəm, eləyərəm, nə bilim. Yaddaşsız da, sonra gəlib telefondan oynayacaq, unudaram qəndin varlığını. O qədər elə olur, ona görə nəsə qazın üstə qoyanda kuxunadan çıxmıram. Yəqin siz də mənim gimisiniz. Rahim, buradan xaladenika açıb, buz yerin. Buradan qapını açır. Donduq bala. Şişirəm yaman. Desin qanım azal. Eləmə Rahim. Soyuqdur mən, ay Allah. Sən nə yamansan, ay görürsən. Mən burada nə göstərəcəm? Bunu görürsünüz. Bu səfərləmsə fındıqdır. Ay yox, fındıq budur, təmizdir. Bu elə belə bir şeydir, düşür ora. Bu fındıqdır. Bu da qoz içliyidir. Mart ayından saxlayıram. Yəqin xarab olmaz da. Bu aşqara üçün şeylər bitirmişəm. İşte burada qoz var. Bu qədər olsun, məncə bəsdir də. Doğrayacağım mən. Çəkirəm deyə bir əllə deyirəm. Belə tutum telefonu. Çox da xırdalaməyəcəm ki, biraz qənddə dadı bilinsin.
Qənd hazırdır. Siyah. Tökdüm belə. İndi döyəcləyəcəm üstüm biraz. Siyah hazır. Hazırdır qənd. Qənd soyub artıq bəlkibdir. Bunu Instagramda hazırlayanda story'imdə paylaşmışam. Video kimi. Soruşuram ki, sizcə bu nədir? Belə də bəlkidən də qaşığın üstünə buradan. Çox adam yazıb halva. Halva yoxşuyur bu heç. Mənə baxın da. Bunu götürmüşəm ki, qət doğrayacam. Başım xarab olur. Neyse. Yarısı qaldı. Niyə belə düşdü? Bıçaqla eləyək. Всё, hələ. Niyə tavaya tökmürəm? Bax, belə şeylərə görə. Sonra vururam, burasını tavamı əzirəm. Şöyle. Hakikaten adam iğrenir. Belə iğren. Все, hazır. Kendim hamısını doğradım, hazırda. Çayımı süzdüm, indi hazırladığım qənddən biraz çay içəcəm. Sonra da gelip işlərimi görəcəm. Bu ayın sonu da istəyirəm ki, bunları təmizləyim. Buranı bayram yaxınlaşır. Çoxdan da bu ikisini də, bunu da təmizləmirəm. Bunları da təmizləyəcəm. Ayrı bir vlog çəkəcəm. Gecədir, evdə Rahim yatıb. Tural çəkilişdədir, konsert çəkilişindədir. Gec gələcək. Nilay oyaqdı. Mən də hələ yatmaq tezdir. İstəyirəm ki, bu sirmələri təmizləyim, bu ikisini. Burada bir dənə kino qoyacağım. Seriala baxa-baxa eləyəcəm. Təzə bir serial var. Türk serialı. Neydi onun adı? Neydi? TRT'den gelir o TRT yazım. Karadeniz aidiydi deyəsən. TRT bir yazsam çıxacaq. Əvvəl seriallara baxırdım. Açığı mənim sevimli serialım Qızılcıq şərbəti idi. Bir də vaxt Yalı Çapqını idi. O da ki, Yalı Çapqının sonuncu sezona baxmadım. Çünki gördüm ki, çox yəni kinonun piskünə qoydular. İndi də Qızılcıq şərbətin piskünə qoyublar. Artıq başroldakı qız da çıxıb. Ona görə o da maraqlı deyil, mənə baxmıram. Taşacaq bu dəniz. Hə, deyib buna. Çox tərifləyirlər. Birinci bölümünü baxıram. Bilməm, sizlər baxırsınız. Kim baxır bu seriala? Reklam çıxdı. Instagramda gördüm ki, tərifləyirlər bunu. Qoyum baxaram, işlərimi görə. Adətən mən ev işləri görəndə belə seriallara qoyub baxıram.
Yunanistan Atina. Başlayana kimi inanırsınız, mən buradan xəbərim yoxdur. Vay vay, qarıma qarışıq olub. Nə gündədir buralar. Rahim püskünə qoyub, bunu bir dənə mən bura qoymuşam. Mən hamısını töküb təmizləyəcəm. Artıq şeyləri də atacağım.